Qızlar, biz tortumuzun üzəri üçün qaymaqlı krem eləyəcəm. Şokoladlı qaymaqlı krem. Əslində Praga tortunun kremi öz içinə vurduğumuz krem olmalıdır. Amma əlavə olaraq bu kremi də araya salıram, öyrədirəm. Yəni istəsəniz ola bilər ki, böyük olar, kreminiz çatmaz. Əlavə başqa cür krem üstünü əlavə edə bilərsiniz. Fərqi yoxdur. Bir-birinə oxşar kremdir. O yağlıdır. Bu isə qaymaqlı kremdir. Bunu üst sıvaqlaması üçün eləyəcəyik. Sonra üzərinə sos tökəcəyik. Yaxşı? Deməli, burada biz qaymağımızı götürdük. 250 qram qaymaq, 160 qram şokolad götürdük. Fərqi yoxdur. Tortumuzun ölçüsünə görə qaymaq qədərini götürürük. Ola bilər ki, 300 qram qaymaq götürərik, 250 qram şokolad götürərik. Şokoladı həmişə qaymaqdan biraz az götürün. Yaxşı qızlar. İndi bizim tortumuz kiçik ölçülü olduğuna görə mən 250 qram qaymaq, 160 qram şokolad götürmüşəm. Qaymağımız qaynara düşəndən sonra biz bura şokoladımızı əlavə eləyəcəyik. İçində əriyənə kimi əriyir. Sonra biz bu kütləmizi boşaldacağıq başqa qaba. Qoyacağıq buz kimi olsun. Necə ki qaymağı biz xaladenikdən çıxardırıq. Buz kimi olanda yaxşı çalınır, böyüyür. Deməli, bax bu kütləmiz də buz kimi olmalıdır. Biz bunu mikserə qoyanda çalınıb böyüməlidir. Bunu biz mikserə qoyanda böyütmək üçün də, çalıb böyütmək üçün. Əlavə yenə qutudan qaymaq da tökə bilərik. Biraz çox olsun deyə həcmi. Tökməyə də bilərsiniz, tökə də bilərsiniz. Az lazımdırsa elə özünü qarışdırın. Çox lazımdırsa bir qədər azca, bir 100 qram, 150 qram da qaymaq əlavə eləyib, necə deyim, çalıb böyüdə bilərsiniz. Əgər biraz tünd olmağını istəsəniz, əlavə kakao da içinə tökə bilərsiniz çalan momentdə. Şəkər pudrası onsuz da ki, biraz vuracağıq ki, qaymaq qaynama həddinə çatanda biz bu şəkildə soymuş kütləmizi soymuş kütləmizi mikserə boşaldırıq və çalıb krem eləyəcəyik. Onu kod qoyub boşaldırıq. Baxın qızlar, artıq bizim qaymağımız hazırdır.